Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Şamaxı şəhər stadionundan hər birinizi salamlayıram. Səfərdə Şamaxılılarla qarşılaşacaq. Başlayaq Şamaxı 2-nin heyətindən. Qapını 99 nömrəli Səlim Həşimov qoruyacaq. 8 Alfons Msanga, 19 Abdullahi Şuaybu, 21 Bilal İsmailov, 77 Nihat Mehraliyev. Neftçi 2-nin heyəti 96 Nicat Qaragözlü, 67 komandanın kapitanı Fariz Xeyrullayev, 68 Nurlan Musayev, 80 Aslan Şirinov, 54 Nihad Əliyev, 82 Məhəmməd Məmmədli, 42 İsmail Qurbanlı, 57 Mirşahbaz Şahbazov, 64 Röyal Fərzullazadə. Fit səslənir və maç başladı. Uğurlar Neftçi. Nihad topu yaxşı şəkildə ata bilmədi önünə. Daha sonra isə özü elə topu qazanır. İndi 4-ə 5'dir. Nihad Əliyev ötürmə, Vüsal. Toxunuş o qədər də uğurlu alınmadı, ancaq həmlə davam edəcək. Röyal Fərzullazadə irəlilədi, cərvə meydançasına daxil olur. Röyal ötürmə, qapı qarşısına, top meydandadır, çıxmayıb. Saxladı topu meydanda futbolçumuz. Bir qədər geriyə ötürmə Aslan Şirinov. Daha bir ötürmə qapı qarşısına. Top Röyala çatmadı. Ömər topu qazanır. Vüsal! Vüsal! Kerimov! Gol! Hesab açılır oyunda. Neftçi 2 Şamaxı ilə səfər oyununda hesabı açır. 32-ci dəqiqədə Vüsal Kerimov topu qapıdan keçirir. Əslində epizodun əvvəlində fərqlənmək olardı, ancaq geriyə Aslan istiqamətində ötürməkdir. Şirinovun qapı qarşısına ötürməsi əslində ideal alınmamışdı, ancaq Şamaxı futbolçuları da topu yaxşı uzaqlaşdıra bilmədi və Vüsal Kerimov fit səsləndi. Nihat diqqətli baxır. Mehraliyev yerlə zərbə və Nicat Qaragözlü daha bir zərbə. Fariz. Əla oynayır qapçımız və müdafiəçimiz. Top canlı səddin altından qapıya göndərilmişdi. Niyyət buydu. Fasiləyə üstün yollana bilirik. Minimal fərqlə, minimal hesabla Vüsal Kerimovun vurduğu golla komandanın kapitanı əvəzləndi. Fit səslənir və ikinci hissə başladı. Neftçiyə bir daha uğurlar arzulayırıq. Neftçi 2'nin oyunlarında belə halların şahidi az olmamışıq. Bu baxımdan ələ düşən imkanlardan yararlanmaq lazımdır və belə səhvlər etmək olmaz. İndi Davud Mənsumov zərbə vurur və top qapıdan keçir. Dərhal Şamaxı 2'nin futbolçusuna və Davud Mənsumov oyuna ikinci hissədə daxil olan futbolçu hesabı bərabərləşdirir. 65-ci dəqiqədə hesab ötürmə Şuaybu istiqamətindən Nicat uzaqlaşdırır topu, qapı boşdur. İndi Davud Mənsumov Şuaybu ötürdü topu yenidən. Şuaybu 2-1. Abdullahi Şuaybu. Şamaxı komandasında hesabla ilerledi. Hesab 2-1. Baxmayaraq ki, Şamaxı 2'nin heyətində əsas komandanın üzvlərinin sayı heç də az deyildi. Ötürmə, bir Şahbaz yoxdur, oyundan kənar vəziyyət, bir Şahbaz, ötürmə, Həsən, gol! Həsən Mahmudov! 2-2! Nəhayət, bu imkanlardan birində top qapıdan keçir və dərhal mərkəzdən top oyuna daxil edilən kimi futbolçularımız yenə irəli çıxırlar. Üçüncü qolu axtaracaq. Üçüncü gol üçün çalışacaq futbolçularımız. Zərbə vurulur Nicat Qaragözlü. Nicat Qaragözlü bu topa da reaksiya göstərir. Nenar Ağalarovdan qapı qarşısına. Fariz topu yaxşı uzaqlaşdıra bilmədiyi növbəti zərbələ top qapıdan keçir. Bilal İsmailov fərqlənir. olur hesab yenidən. Özerici komandaya qarşı deyildi. Neftçi 2'nin bu mübarizəsi. Top oyuna daxil edildi və dərhal da final fiti səslənir.